Hürmetli abunəçilərimiz, assalamu aleykum. Sizlərə Ege'den satıp berərə Matiz maşinimiz gəlib durdu. 2012-ci ildə işləb çıxarılған. Kraskəsi bir dana krelanda bax. Qağa yerləri 100% taza bolğan Matiz maşinimizni sizlərə 41 milyon soma qoyub verəmiz. Ege'lərə 40 milyon soma berdilər, bizə 41 milyon soma qoydu. İndi qaranglar. Maşinimiz 220 bin kilometr yürüyen, motorlar aptoliyemiydi. Metanı var, metanlı sroklara hələ 2030-cu illərdən sroku var. Maşin akuratlı halətdə. Maşinimiz Koşköprü avtoliderdə satıda duradı. 24 saat işdə adam boladı. Gəlib savdalaşıb asanızla boladı. Xuda xalasa, hürmetli abunəçilərimiz. İndi bundan hem kızıklı variantlar ötürü vermeslik için ilacı olsa YouTube kanalımızdan, Instagram kanalımızdan подписка bob koyuşunu unutmayın. Instagram kanalımızdan Toşni şimdi adda boladı. Koşköprü avtoliderdə yazsanızda çıkadı. Mənzilimizə gələn olsak Koşköprü tümənində Ürgənç tərəfdən gəlişdə Koşköprü avtosavdanı Qlavun izdaniyasından ötkəndən keyin 6 etajlı sarı donma doğrusunda boladı. Yani şöyle şimdi butka bizləniki boladı. Yesənizdən maşinlərimizdən Viverlarımız köp. Bu da xalasa alıp satarlar. Hem doğru gələn maşinlərimiz çıxıb qalışı mümkün. Küsət barışını yaddan çıxarmanglar. Like basıp, podpiska basıp koyuşunu unutmanglar. Həmmənizə rəhmət.